Azərbaycan Yaxçılar Birliyinin Sumqayıt şəhər bölməsi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatı və Əli Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə yazıcı publisist, jurnalist Rəna Təbəssümün Azadlıq Yollarında adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhid ailələrinin, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələrinin, şairin qələm dostlarının, doğmalarının, yaxınlarının iştirak etdiyi təqdimatda çıxış edənlər Rəna Təbəssümün ədəbi fəaliyyətindən, onun yaradıcılığında vətənpərvərlik mövzusuna xüsusi önəm verməsindən danışıblar. Qeyd olunub ki, Azadlıq Yollarında kitabı Azərbaycan torpaqlarının azadlığı uğrunda canlılarından keçən qəhrəman şəhidlərimizin həyat və döyüş yolundan bəhs edir. Əsər gənc nəsildə vətən sevgisinin və qəhrəmanlıq ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Ədəbi mühitdə Rəna Təbəssüm kimi tanınan Rəna Şirin qızı İmanova 1969-cu ildə Sumqayıtda anadan olub. O bir sıra bədii və publisistik kitabların Eşqin gücü varsa, Qayıt əsrin faciəsi, yoxsa şəxsi qüsurlar, qaranlıq izlər, mənəviyyat məbədi, Corad qloballaşan dünyanın daş yaddaşı və digər əsərlərin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Rəna Təbəssüm Qızıl Qələm Media mükafatına layiq görülüb. 2023-cü ildə Türkiyədə keçirilən Avrasiya Yazarlar Birliyinin hekayə müsabiqəsində Körpənin Arzuları adlı hekayəsi ilə mükafat qazanıb. Tədbirin sonunda müəllif iştirakçılara Azadlıq Yollarında kitabı barədə məlumat verib və əsərin gənclər üçün vətənpərvərlik nümunəsi kimi əhəmiyyətindən danışıb. Azadlıq Yollarında adlanan kitabın adı təsadüfən seçilməyib. Bu ad əslində azadlıq yollarında olan çətinliklərdən, bütün azadlıq yollarında, hansı ki bugün biz sərbəst, azad addımlayırıq o yollarda, şəhidlərin izləri var. Ona görə mən bu adı seçmişəm. İnanıram ki, kitabda yazılanlar hər bir şəhid ailəsinə ümid yeri, təsəlli olacaq və gələcək nəsillərə çatdırılacaqdır. Şəmistani Kirətli, Elbrus İsmailov, Bugün İnformasiya proqramı üçün.